Şair Mübariz İbrahimovun cəbhədə göstərdiyi igidliyi ilə hər bir Azərbaycanlını coşturduğunu deyir. O isə öz növbəsində keçirdiyi qürur və fərəh hisslərini qələmi ilə biruzə verdiyini söylüyor. Eldar Əliyev Mübariz poemasını yazmazdan əvvəl mərhumun ailəsi ilə görüşür və orada öz qəhrəmanını yaxından tanıyır. Atasını, anasını ziyarət elədim. Onların söhbətindən kitab öz-özünə gəldi. Bizdən onu az sayıram. 64 səhifə alındı, kitab şəklində çap elədi. Yəni bir aya ərsəyə gəlmiş şeydir. Gələcəkdə sağlıq olsun, onu daha yeni sətirlərlə təzədən işləyib təkrar buraxılışını eləyəcək, yolda daha dəyərli olacaq. Eldar Əliyev Mübarizi qəhrəmanlar qəhrəmanı adlandırır. O bunun səbəbini isə belə açıqlayır. Ona görə qəhrəmanlar qəhrəmanıdır ki, təkcə özünü yox, Azərbaycan xalqını, Azərbaycan xalqının qüdrətini, Azərbaycan dövlətinin qüdrətini, Azərbaycan ordusunun qüdrətini göstərdi. Azərbaycan hərbi məktəbinin verdiyi tərbiyəni göstərdi. 300 nüsxə ilə işıq üzü görən Mübariz poeması təmənnasız olaraq məktəblərə və kitabxanalara paylanacaq. Şair bununla Azərbaycan gəncliyinin öz qəhrəmanını daha yaxından tanıyacağını düşünür. Arazxan Məhəmməd Vəliyev, Bakı.